Salam kanal izləyiciləri, mən Günel müəllimə. Bugün yenə də sizlərlə dimtip toplusundan bir sual var ki, hansı ki onun izahını vermək istəyirəm. Sual bərabərsizliklər bölməsinə aiddir. Gəlin keçid eləyək sualımıza. Deməli, sualda deyir ki, indi sualı videoda yerləşdirəcəm, baxarsınız. X kvadrat minus 9 bərabər m tənliyinin köklərinin sayı m parametrindən asılıdır. Tənliyin nə vaxt kökü yoxdur, tənliyin nə vaxt 2 həqiqi kökü var, tənliyin nə vaxt 3 müxtəlif həqiqi kökü var deyir. Və hətta tənliyin nə vaxt 4 müxtəlif həqiqi kökü var. Tənlik bir məchulu tənliklər və məsələlər bölməsinə aid bir test sualıdır. Mən istəyirəm bugün bunu cəbri üsulla, qrafik üsulla həll edin. Baxın, ən sadə, bəsit üsulu da deyərdim ki, bunu qrafik üsulla həll etməkdir. Yəni, siz y bərabərdir modulda x kvadratı çıx 9-un gəlin qrafikini qurmağımıza baxın. X kvadratı minus 9-un grafikini qurun desəm, deyəcəksiniz müəllim, mənfi 3 müsbət 3-dən keçən belə bir paraboladır. Yaxşı, bu parabola modula düşərsə bu qrafik necə olacaq? O zaman, baxın, əgər parabolanı modula atarsam, grafikimiz bax bu şəkildə olacaq. Deməli, mənfi 3 yenə müsbət 3-dən keçir. Sadəcə qrafikin aşağıya düşən hissələri, ordinat oxundan aşağıda yerləşən hissələri simmetrik olaraq yuxarıya köçürülür. Yəni, aşağıda qrafik x-a 0 verəndə y-də 9-u kəsirdi də, düzünü? Bax, burada da olacaq bu nöqtə. İndi bizdən soruşur ki, burada qeyd edirəm 9. Hansı ki, x-a 0 verəndə y bərabər x kvadratı minus 9 mənfi 9-u kəsirdi. Simmetrik olaraq köçürəndə müsbət 9-u kəsir. İndi deyil, nə vaxt kökü yoxdur? Nə vaxt 2 həqiqi kökü var, nə vaxt 3 müxtəlif, nə vaxt 4 müxtəlif kökü var. Hamısını gəlin araşdıraq. Birinci, nə vaxt kökü yoxdur? Əgər sizin A ədədiniz, M ədədiniz, bax bu sıfırdan aşağıda yerləşərsə, yəni M mənfi olarsa, bu tənliyin heç vaxt kökü olmayacaq. Çünki bunun grafikini heç vaxt kəsməyəcək. Bəs nə vaxt 2 həqiqi kökü var? Bir düşünün, grafiki hansı nöqtədən kəssəm, 2 müxtəlif kökü olacaq. Baxın, grafiki mən buradan kəssəm, neçə nöqtədə kəsəcək qrafiki? 2 nöqtədə. Deməli, ikinci, M-in 9-dan böyük qiymətləri üçün tənliyin 2 müxtəlif kökü olacaq. Üçüncü, bəs nə zaman 3 müxtəlif kökü olacaq? Bir düşünək ki, hansı nöqtədə kəsərsə 3 müxtəlif kökü olar? Təbii ki, bax, artıq buradan görünür. Əgər mən 9 nöqtəsində kəsərsəm, baxın, burada tam 9-dan keçirdək, biraz daha səliqəli çəkək. 9 nöqtəsində kəsərsəm, 3 müxtəlif kökü olacağı qrafikdən görünür. Keçək davamına. Bəs nə vaxt 4 müxtəlif kökü olar? 4 müxtəlif kökünün olması üçün isə, baxın, elə yerdən kəsməlidir ki, qrafik 4 nöqtədə kəsilsin. Məsələn, buradan kəsin, buradan kəsin. Hansı nöqtədə kəsin?